Belə bir suala baxaq. OTK-yə düşüb bu sual və 2026-cı ildə də buraxılış imtahanında istifadə oluna bilər. Deyir ki, x bərabər 100 sayısının 10 böyük sayı a, y-i belə verib və z-i də belə verib. Deyir ədədləri üçün x böyüdür y-dən, o da böyüdür z-dən şərti ödənərsə, a, b, c ədədlərini müqayisə edin və aşağıda da qeyd edilib ki, a, b, c bir-birinə bərabər deyil. Yəni bu ədədlərin heç biri bir-birinə bərabər deyil. Mən x-i bu şəkildə yaza bilərəm. Baxın, 100c, 10b, a. Baxın, bu nəyin açılışına oxşuyur? Yəni 100 dənə c var. Yəni yüzlüklər mərtəbəsində c duracaq. 10 dənə b var. Yəni onluqlar mərtəbəsində b duracaq. Bir dənə a var. Demək təkliklər mərtəbəsində a duracaq. Və mən bunu x-i cba3 rəqəmli ədədi kimi yaza bilərəm. Y-i də eyni şəkildə yaza bilərəm, aydındır ki, 100 dənə b var. Yəni yüzlüklər mərtəbəsində b duracaq. Onluqlar mərtəbəsində a duracaq, təkliklər mərtəbəsində duracaq, c duracaq. Yəni mən bunu BAC3 rəqəmli ədədi kimi yaza bilərəm. Ayrıca z-i də belə yaza bilərəm ki, 100 dənə a var burada, yəni a, c, b kimi yaza bilərəm. Hə? İndi bizə deyir ki, x böyüdür y-dən, yəni x ədədi y ədədindən böyükdür. Bu bundan böyükdür, hə? Mən bu şərtə görə c-nin b-dən böyük olduğunu görməliyəm. Okay? Başqa cür niyə görə məsələn bu şərt niyə görə xüsusilə ödənilir? Baxın, a b-yə bərabər deyil, o da c-yə bərabər deyil. Okay? Yəni mən burada yüzlükləri bərabər götürüb tək onluqları müqayisə edə bilmərəm. Məcburam yüzlükləri müqayisə edeyim. Aydındır ki, əgər x y-dən böyükdürsə ki, bu belədir. X y-dən böyükdürsə, c də buradakı yüzlük də buradakı yüzlükdən böyük olmalıdır. Ki yenə aydındır ki, z bunlardan kiçikdirsə, buradakı a da bunlardan kiçik olmaq məcburiyyətindədir. Yəni mən bu şərti ödədiyimdə bunu da ödəmiş oluram. Yəni c böyükdür b-dən, o da böyükdür a-dan. B variantı.